Bugün sizə həm çox dadlı, həm də bayram süfrəsinə yaraşan qat-qat salat hazırlayıram. Hazırsınızsa başlayaq. Əvvəlcə bütün ərzaqları bişiririk. Kartof, yer kökü, yumurta və toyuq döşəti, əlavə olaraq mayonez, qoz ləpəsi, çuğundur və nar dənələri. İlk qat üçün bişmiş kartofu rəndələyib qaba yığıram. Üzərinə az miqdarda mayonez əlavə edirəm. İndi yer kökünü rəndələyib kartofun üzərinə əlavə edirəm və yenə nazik qat mayonez sürtürəm. Bişmiş yumurtanı rəndələyib əlavə edirəm. Zövqə görə azca duz və istiyo səpirəm. Toyuq döşəti xırda-xırda doğrayıb saladın üzərinə yayıram. Üzərinə biraz da mayonez, indi qoz ləpəsini xırdalayıb əlavə edirəm. Bu qat salat xüsusi dad verir. Ən üst qata rəndələnmiş çuğunduru əlavə edirəm. Üzərini nar dənələri ilə qozla bəzəyirəm və nəticə çox dadlı, rəngarəng və süfrəyə yaraşan bir salat. Bəyənmisinizsə paylaşmağı və yaddaşa verməyi unutmayın.